lazım. Əziz və dəyərli müsəlmanlar, Allahın salamı, rəhməti, bərəkəti hər birinizin üzərinə olsun. Allahın izinlə bugünkü çatdıracağımız mövzu Allah Resulü sallallahu aleyhi ve sellemin bizə tövsiyə etdiyi və gözümün nuru adlandırdığı namaz haqqında olacaq. Ki Allah Resulü sallallahu aleyhi ve sellem daima bu əzəmətli ibadəti bizlərə xatırladır. Namaz Allah Teala'ya ən böyük biz qullar üçün buyurduğu əzəmətli bir ibadətdir. Öyle bir əzəmətli ibadət ki, qulu ilə Rəbbi arasında daima bir rabitədir. Və daima Allah'ı zikr eləyər, Allah'ı xatırlayırıq. Çünki Allah subhanahu wa ta'ala Quran-ı Kərimdə buyurur ki, məni xatırlayın ki, mən də sizi xatırlayım. 5 vaxt namaz daima bizi Rəbbimizə yaxınlaşdırır və Rəbbimizi bizə xatırladır. Oxuduğumuz namazlar, dualar, surələr bizi daima Rəbbimizə yaxınlaşdırır. Və bizim Rəbbimizə olan təslimiyyətimizi bildirir. Ki, bir qul Rəbbinin necə təslim olmalıdır. Bu yaxınlaşmaq elə bir işdir ki, bir qulun qula olan yaxınlığından daha artıqdır. Çünki Allah subhanahu da bu ki, siz nə iş görsəniz, o işlərə daldığınız zaman şübhəsiz ki, biz ona şahidik. Yəni, elə bir Allah'a, elə bir Rəbbimizə bir ibadət edirik ki, bu namaz vasitəsilə. O bizim daima hər işimizi bilir. Və hər işimizi də nəzarət edir Allah subhanahu wa ta'ala. Və Allah subhanahu wa ta'ala başqa ayda bu ki, şübhəsiz, mən Allaham. Məndən başqa heç bir ilah yox. Ona görə də mənə ibadət et və məni anmaq üçün namaz qıl. Allah subhanahu wa ta'ala özünü zikr etməyi, onu anmaq üçün nə buyurur? Namaz qıl. Namaz ise Allah subhanahu təslimiyyətimizlə bizim ona göstərdiyimiz bir subutdur. Ki, ya Rabbim, sənin aciz qulun sənin huzuruna gəldi. Sən ən ucasan, sən ən böyüksən, biz isə sənin aciz qullarınıq. Allah subhanahu ta'ala başqa ayda bu ki, namaz qıl. Şübhəsiz ki, namaz əxlaqsızlıqdan və pis işlərdən çəkindirir. Bu pis işlərdən çəkindiririk, biz özümüzə bir sual verək, öz nəfsimizə. Biz namaz qılandan sonra bizim əvvəlki halımızla aramızda dəyişiklik var yoxsa yox? Bu namaz bizi pis işlərlə aramıza sərhəd qoyub yoxsa yox? Namaz bizi əvvəlki dilimizdən çıxan o söyüşləri tərk edib yoxsa yox? Namaz bizi insanları incitməyimizi tərk edib yoxsa yox? Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, deyir ki Allah Resulü, bir şəxs öz anasını söyər, deyir ki, bəli. Deyir, bir şəxs öz atasını söyər, deyir ki, bəli. Deyir, bir şəxs öz bacısını söyər, deyir ki, bəli. Deyir ki, Allah Resulü, necə olur? Deyir, sən başqasını təqdir edəyəsən, o da onu təqdir edir. Dərd olsun ki, bu namaz qılan çıxır ortaya. Bir namaz qılan, biz namazımız, bizim o ibadətimiz, bizi valideynlərimizə qarşı düzəldib yoxsa yox? Bizi insanlara qarşı düzəldib yoxsa yox? Əgər düzəltməyibsə, biz bu ayəti anlamadıq. Ayəti anlamadıqsa, namazımızı anlamadıq. Ki, sadəcə şəkilən əyilib dururuq. Halbuki Allah subhanahu nə buyurur? Namaz qıl, şübhəsiz ki, namaz əxlaqsızdan və pis işlərdən çəkindirir. İndi biz baxaq, ondan bizi çəkindirir yoxsa yox? Heyvanlarla münasibətimizi, onlara mərhəmət etməyimizi düzəldib yoxsa yox? Biz yenə onlara əziyyət verir yoxsa yox? Biz yenə onlara döyərək, halbuki biz onlardan qida əldə edirik. Bu namaz biz onu düzəldib yoxsa yox? Və həyat boyu yaşantımızı dəyişib yoxsa yox? Dəyişməyibsə demə biz düzgün Rəbbimizin huzuruna gəlməmişik. Biz Rəbbimizi düzgün anlamamışıq. Bu namaz bizi düzgün şəkildə oraya çıxartdırmayıb. Namazda günah deyil. Günah namazı düzgün anlamamaqdadır. Çünki namaza sən gələn əsnada nə vurur? Bir insan deyir, əlin yuvarkən, əlinlə etdiyi günahlar tökülür. Üzün yuvarkən, üzünlə etdiyi günahlar tökülür. Ayağını yuvarkən, ayağını etdiyi günahlar. İndi bu günahlarımızı tökmürsə, demək biz sadəcə olaraq çox təbii ayağımızı yuruq. Orada Allah'a yaxınlaşmaq yoxdur. Namaz almağa gedərkən niyyətim o deyil mən. Hazreti Peygamberimiz sallallahu aleyhi ve sellem buyuruyor ki, birinizin qapısının önündən bir çay axsa,
və gündə 5 vaxt o çayda əl-ayağınızı yusaz. Sizdə kirdən, pasdan bir əlamət qalarmı? Sahabələr bu ki, xeyr Allah Resulü. Deyir ki, 5 vaxt namazla bu elədir. 5 vaxt namazla sizin kirinizi, pasınızı təmizləyir. Yəni bu bizim kirimizi, pasımızı təmizləmirsə, demək bizdə problem var. Allah Resulü başqa bir hədisində bu, qiyamət günü deyir, qulun deyir, əməl tərəzisinə qoyulur və dartılacaq ən üstün əməl namazdır. Başqa bir hədisində vurur, vücudda, yəni bədəndə, başın yeri nədirsə, İslam dinində də namazın əhəmiyyəti odur. Yəni bir bədəndə baş olmadı, yoxsan. Bir dində də namaz olmadı, heçsən. Namazın da səni çirkinlə təmizləmədsə, Allah Subhanahu nə buyurur? Vay o namaz qılanların halına. Halbuki sən düzəltmək əvəzinə dağıdırsan. Və bunu düzəlməyindən ötürü də bizi Allah Subhanahu da yön verir. Ey iman gətirənlər, əməl salihlərlə bərabər olasınız. O namaz qılan əməl salihlərlə biz bərabər olarıqsa, o namaz qılan əməl salihlər bizi islah edəcək. Əgər bizi islah etməkdən ötürü bir din qardaşımız gündə ayağa diriyib, çiyin-çiyinə durduğumuz bir din qardaşımız dinləmirsənsə, demək sən təslim olmamışsın. Halbuki bir müminin işi nədir? Eşitdik və itaat etdik. Din qardaşı onu bir zərərdən çəkindirərkən, sən namaz qıldığın bir yoldaşın sənin ziyanından çəkindir ki, qardaşım sən namaz qılırsan, sənə bu hərəkət yaraşmır. Sənin üzərində valideyn haqqı var. Sənin üzərində yoldaş haqqı var, sənin üzərində dost haqqı var, sənin üzərində heyvanların haqqı var. Bunu sənə deyir, sən özünü təzdən buradan bir çıxmaqdan ötürü, özü təmizə çıxartmaqdan bəhanələr gəzirsənsə, artıq səndə o eşitdiyi və itaat etdiyi səndə yoxdur. Sadəcə çox təbii ibadət etməkdən başqa bir şey deyil. Peyğəmbərimiz sahabələrlə bir arada oturarkən, Hallab ibn Rafiq adına bir sahabə içəri girdi. Və girdi, namaz qılmağa başladı. Namaz qıldı, namaz qılıb qutarınca Allah Resulü sallallahu aleyhi ve sellem yanına gəlib salam verdi. Həzrət Peyğəmbər bu ki, qayıt və namazını təzdən iade etdi. Hallad qayıtdı və namazını təzdən qıldı, qayıdır. Salam verir, Allah Resulü sallallahu aleyhi ve sellem'i alır, bu ki, yenə get namazını qılır. 3 dəfə bu təkrar edir. Hallad buyurur ki, canımı qüdrətlə tutan Allah'a and olsun ki, mən bundan başqa bir şey bilmirəm. Ey Allah Resulü, bir gör, öyrət, o şəkildə qılır. Həzrət Peyğəmbərimiz sallallahu aleyhi ve sellem buyurur ki, təkbir gətirib, Allah'ın üzründə durduğun zaman, Qurandan sənə rahat olanları oxu. Sənə rahat gələnləri oxu. Qiyama getdiyində, rahat olana qədər orada dayan. Dost doğru şey, orada dayan, ona qədər ki, qəlbin rahat olsun. Təzəndən qiyamdan qalxıb, səcdəyə gedəndə, səcdədə sənə yetəcək qədər orada dur. Və səcdədən oturanda belini dikət və rahat otur. Və yenə ikinci səcdəyə gedəndə bu şəkildə səcdəyə ged və Rəbbini zikr elə. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, deyir, quşların dən götürməyi kimə səcdə etmir. Bir insana baxırıq, məscidə daxil olur, 2 rükət namaz qılacaq. Hər eləyib sən təşbih gətirib, Fatihəni oxuyundan görürsən, Əssalamu aleykum, və aleykumunuz bir tutun namaz. Hər eləyib biz təşbiri gətirəmirik. Bu 2 rükət namaz tezbizə qıldı ki, bu sadəcə olaraq namazı əyilib və durmaqdan başqa bir şey anlamadı. Tezbizə qılın gedir. Halbuki Allah bizdən bunu istəmir. O namaz nədir? Biz baxacaq ki, o namaz insan necə dəyişir? Özümüzə sual verir. Kimi dəyişdi bu namaz? Öməri. Ömər ibn Xattab. İslamdan əvvəl ən qəliz bir insan, ən sərt bir insan, qızın diri-diri torpağa bastıran bir insan, bütlərə ibadət edən bir insan. Namaz onu nə elədi? Faruq, ədalətli. O namaz budur. Ömər kimi sərt bir insanı ən sakit bir insan. Ömər kimi sərt bir insan insanların gedib qapısını süpürürdü. Namaz budur insan dəyişən. O bayaq dediyimiz çirkin və pis hisslərini çəkindirən namaz budur. Əgər biz bu deyilsə, onda özümüzə diqqət edək. Kör-körana ibadət edirik biz, yoxsa Rəbbimizin istədiyi kimi. Hər zaman bir müsəlman özünə bu sualı verməlidir. Ki, mən hansından?
Və sahabələrin həyatına baxırıq. Sahabələr gəlir Peyğəmbərimizin yanına, deyir ki, ey Allah Resulullah, cənnətdə namaz olacaq yoxsa yox? Bu insanın dərdinə bax. Allah Resulü bu ki, xeyr, ağlayır sahabə. Ey Allah Resulü, bəs biz Rəbbimizə necə yaxınlaşacağıq orada? Peyğəmbər bu ki, orada başqa bir ibadət qaydaları var. Orada bu şəkildə deyil. Bir insanın dərdi var ki, mən Rəbbimə necə yaxınlaşacağım orada? İndi bizə bax, bizim o qədər dərdimiz var yoxsa yoxdur? Namazı bizim təmizləmək üsullara baxaq. Mənəvi təmizlik. Bizi mənəvi olaraq içimizə bu kibri çıxardır. Əgər bu kibri çıxartmırsa, o deyil. Mənəvi yüksəliş. Allah Resulü sallallahu aleyhi ve sellem buyurur, bir müminin namazı onun meyracıdır. Yüksəlişi. Yəni bizi yüksəldir yoxsa yox. Bunu dünya olarak biz baxaq, necə yüksəldir ibadətdə, itaətdə, itaatkarlığımızı. Biz Allahın evinə girəndə qorxa-qorxa. İbadət onunla bir həzz Allah bilsə, demə Allah bizi yüksəldir. Biz gözləməyəcək ki, Cəbrail bir buraq gətirib, bizi ona mindirib, bizi meyracə qaldıracaq. Oturup biz Burak'ı gözleyen vaktimiz değil. Burak Allah Resulü sallallahu aleyhi ve sellem için gelmiştir. Senin için, benim için gelen bağlılığımızdır. Salih din kardeşlerine beraber olup ıslah olmamızdır. Əsas ən üstünü isə insanı bütün kirlərdən təmizləmək. Və hər zaman namaz qılandan sonra da İslam alimlərinin bizə öyrətdiyi və birinci növbədə Quran-Kərimdə İbrahim Peyğəmbər duası var. Ya Rəbbim, məni və nəslimdən gələnləri namaz qılanlardan et. Ey Rəbbim, duamı qəbul et. Allah Subhanahu wa Taala bizi, zürriyyətimizi, əhli dostlarımızı, hər birini Allaha layiqi bir şəkildə namazın iade edən bir qullar edilsin. Allah Subhanahu bizləri tələm-tələsik namaz qılıb qaçan deyil. Allaha mütü olub, qul olub, namaz qılan qullar edilsin.